Vardanyanın Epşteynlə əlaqəsi üzə çıxdı. Detallar. Putin çətin seçim qarşısındadır. Paşinyanın İrandakı görüntüsü ölkəsində narahatlıq yaratdı. Paşinyan Putinə fikrini çatdırdı. Hörmətsizlikdir. Pensiya ilə bağlı dəyişiklik, yığılan pulun bir hissəsi. Ruben Vardanyanın Qarabağa göndərilməsi xüsusi missiya idi. Onun işğala son qoyulması ərəfəsində qanunsuz separatçı idarəetməni qorumağa göndərilməsi mürəkkəb hərbi siyasi əməliyyat kimi qiymətləndirilməlidir. Bu sözləri XTV-yə açıqlamasında deputat Zahid Oruc deyib. Onun sözlərinə görə Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlməsi və qısa müddət sonra qanunsuz rejimin dövlət naziri olması təsadüfi deyildi. Vardanyan Qarabağa sahibkar və xeyriyyəçi kimi gəlməmişdi. Azərbaycanın suveren ərazisində qanunsuz siyasi idarəetməni uzatmağa çalışan xarici siyasi fiqur kimi göndərilmişdi. Onun gəlişi Ermənistanda milli fədakarlıq kimi təqdim olunsa da, sonradan bu layihənin həm Azərbaycana qarşı, həm də İrəvanda hakimiyyət dəyişikliyi planının tərkib hissəsi olduğu bildirildi. Deputat qeyd edib ki, Vardanyan separatçı qurumun idarəçiliyində iştirak etməklə Azərbaycan Konstitusiya quruluşuna qarşı fəaliyyət göstərən qanunsuz siyasi sistemin vəzifəli şəxsinə çevrilib. Vardanyanın reputasiyasının problemli məsələlərindən biri mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsinin araşdırdığı Troika Landrom işidir. Araşdırmaya görə 76 şirkətdən ibarət offshor şəbəkə 2006-2013-cü illərdə təxminən 4,6 milyard dollar qəbul edib. Sənədlərdə Vardanyan və ailəsi ilə əlaqəli 3,2 milyon dollardan artıq ödənişin həmin şəbəkə vasitəsilə həyata keçirildiyi göstərilir. Araşdırma zamanı Vardanyana qarşı rəsmi cinayət ittihamı irəli sürülməmişdi. O isə əməliyyatların həmin dövrün Rusiya biznes praktikasında adi olduğunu bildirib. Zahid Oruc həmçinin Epşteyn sənədlərində Deutsche Bank hesablarının OSSRP araşdırmasında isə bankın Tronka Landromat əməliyyatlarında adının keçdiyini vurğulayıb və bunun Vardanyanla Epşteyn arasında birbaşa maliyyə əməkdaşlığını sübut etdiyini iddia edib. Deputatın sözlərinə görə Vardanyanın fəaliyyəti Troika dialoqla məhdudlaşmayıb. O, Rusiya siyasi-iqtisadi elitasının iri layihələrində, o cümlədən Skalkova təşəbbüsü ilə bağlı strukturda iştirak edib. Xeyriyyə layihələri separatçı fəaliyyətə, offshor maliyyə sistemlərinə və ya qanunsuz siyasi idarəetmədə iştiraka görə məsuliyyəti aradan qaldırmır. Əksinə, xeyriyyəçilik siyasi nüfuzun möhkəmləndirilməsi vasitəsinə çevrilirsə, onun maliyyə mənbələri və məqsədləri daha ciddi araşdırılmalıdır. Rusiyada keçiriləcək növbəti parlament seçkilərinə 6 həftə qalıb və Kiyevə endirilən zərbələrdə ölkə daxilində nüfuzunu qorumağa çalışan Vladimir Putin çətin seçim qarşısındadır. AXTV xəbər verir ki, bu barədə Newsweek nəşri yazıb. Nəşrin qeydinə görə, Putinin rəhbərlik etdiyi Vahid Rusiya partiyasının seçkilərdə uduzmaq ehtimalı azdır. Uzun illər ərzində formalaşdırılmış idarəetmə sistemi səbəbindən partiya üzvlərinin seçki-qabağı kampaniyasını xüsusi fəallıqla aparmasına ehtiyac qalmayıb. Bildirilir ki, Ukraynanın neft emalı zavodlarına, enerji infrastrukturuna və Rusiyanın ən böyük elektron ticarət şirkəti Wildberries-in anbarlarına uzaq mənzilli zərbələr endirilməsi ölkənin gəlirlərinin azalmasına və daxildə ciddi yanacaq çatışmazlığına səbəb olub. Cəbhə xətti nisbətən sabit qalsa da, Ukrayna silahlı qüvvələrinin Rusiya ordusuna ağır itkilər verdiyi vurğulanır. Jurnalistlərin fikrincə, Putinin bu problemləri həll etmək üçün əlində olan variantların əksəriyyəti Dövlət Dumasına seçkilər ərəfəsində həm riskli, həm də ictimaiyyət arasında populyar olmayan addımlar olardı. Lakin o, Rusiya cəmiyyətini müharibənin nəticələrindən nə qədər uzun müddət qorumağa çalışsa, Kiyevin mövqeləri bir o qədər güclənəcək. Ermənistan parlamentinin müxalif deputatı Gegan Marukyan baş nazir Nikol Paşinyanın İranın keçmiş ali rəhbərinin dəfn mərasimində iştirakını tənqid edib. AXTV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Manukyan parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan vətəndaşı kimi həmin görüntülərdən narahatlıq keçirib. İranın ali rəhbərinin dəfn mərasimində ölkəni Nikol Paşinyanın təmsil etməsini görəndə özümü çox pis hiss etdim. Həmin vaxt İran rəsmilərinin Ermənistan nümayəndə heyətinə münasibəti və nə düşündükləri barədə fikirləşdim. Biz bununla nəyi sübut etdik? Bu sual məni düşündürür. Qeyd edək ki, deputatın açıqlaması Ermənistan parlamentində xarici siyasət və İranla münasibətlər fonunda səsləndirilib. Ermənistan Avrasiya İqtisadi İttifaqında və ya Avropa İttifaqında üzvlüklə bağlı referendum keçirməyəcək. Axar TV xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Bu o deməkdir ki, biz Ermənistan vətəndaşlarından biri mövcud olmayan iki alternativ arasında seçim etmələrini gözləyirik. Bu, xalqımıza qarşı hörmətsizlik və praktiki olaraq legitim olmayan addım olardı. Hökumət başçısı bildirib. Paşinyan əlavə edib ki, istənilən ölkənin Avropa İttifaqının üzvlüyünün adi proseduru referendum keçirilməsi deyil, Brüsselin tələb etdiyi prosedurların yerinə yetirilməsini nəzərdə tutur. Bununla belə, o qeyd edib ki, İrəvan yaxın vaxtlarda Avropa İttifaqına üzv olmayacaq. Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Ermənistan Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçim etmək üçün referendum keçirməlidir. Azərbaycanda yaşlı, ağır xəstə və əlilliyi olan şəxslər üçün baxım sosial sığorta sisteminin yaradılması məqsədə uyğun olardı. Axar TV xəbər verir ki, bunu Modernaza açıqlamasında iqtisadçı Vahid Əhmədov deyib. Vahid Əhmədov bildirib ki, pensiya sistemində də dəyişikliklərə ehtiyac var. İnsanlar pensiyaya çıxana qədər sosial sığorta haqqı ödəyirlər və onların fərdi hesablarında vəsait toplanır. Elə insanlar var ki, həmin hesabda 200-400 min manat vəsaiti formalaşıb. Hesab edirəm ki, pensiyaya çıxdıqdan sonra həmin vəsaitin müəyyən hissəsindən öz ehtiyaclarını ödəmək üçün istifadə edə bilməlidirlər. Çünki bu, onların öz əməyi hesabına yığılan vəsaitdir, deyə o bildirib. İqtisadçı əlavə edib ki, Azərbaycanın maliyyə imkanları belə bir modelin mərhələli şəkildə tətbiqinə şərait yaradır. Azərbaycanda maliyyə vəziyyəti normaldır. Belə islahatları birdən-birə deyil, mərhələli şəkildə həyata keçirmək mümkündür. Bununla yanaşı, yaşlılar, əlillər və ağır xəstələrə dövlət dəstəyinin daha da genişləndirilməsinə ehtiyac var. Vahid Əhmədov qeyd edib.